Deməli Yusif, bu kraskanı mən qatıb hazırlamışdım müştəri üçün də. Deməli bir dənəsini hazırladıq. Ya və yarısını saxladıq ki, ikinci dəfə üçün sən demişdin ki, bu ikinci dəfə üçün istifadə eləmək olur. Mən də ona görə saxlamışdım ki, başqa bir müştəriyə də istifadə edeyim. Deməli bunu qatandan sonra bir həftə təxminən deyirəm, dəqiq bilmirəm. Təxminən bir həftə sonra yenə də bu müştəriyə istifadə eləmək istəyirdim və açdım. Gördüm ki, içi bax bu şəkildə, bunu da yaxından çək. Bax bu şəkildə, bax belə bərkiyib, bax belə kraska halında deyil də, artıq yəni pendirləşmiş haldadır və burada da gördük ki, bu boyamır, yəni bax bu şəkildədir. Yəni deməli keyfiyyətini saxlayanda itirir. Yəni mən də belə başa düşdüm ki, bu deməli bu kraskanın bir dəfə istifadə qatdın, bir dəfə istifadə etsən, qalanı nə qalsa tulluyursan. Saxlayıb qalanı ikinci dəfə istifadə eləmək olmur. Əgər ki biz düşünsəydik ki, bu kraskanın yarısını qataq, misal üçün da, bunu da yarısını qataq və müştəriyə işlədək, o birisi tərəfi qatılmamış saxlayaq, yəni növbəti vaxtda saxlamaq üçün qatılmamış saxlayaq. Çünki qatılı saxlayanda xarab olur. Qatılmamış saxlayağı düşünsəydik, biz də onda yəni müştərinin saçına bunlar azdır axı, nə qədər işlənəcəyini bilməyəcəyimiz üçün onu da saxlamaq mümkün deyil. Belə başa düşdüm ki, yəni bu kraska bir dəfə istifadə olunur, bir dəfə qatılır, bunun içində oksidant olur, bu da rəngidir. Qatırsan, bunun içinə çalxalayırsan, bir dəfə istifadə edirsən və içində nə qalsa tulluyursan. Mən amma bunun içində artıq qalanını bu qaba qaytarıb yığıb, ağzını bərk bağlayıb qaranlıq yerdə, sərin yerdə saxlamışdım ki, xarab olmasın, təzədən istifadə edeyim. Təkrar deyirəm, gördüm ki, yox, olunmur. Çünki belə, bax, indi sən bunu biraz da belə sıxım və görsən, belə, bərk olub, belə. Pendirləşib. Pendirləşib. Heç nə, bu qədər. Bunu indi tullamıram, sənə özü istəsən verəcəm, baxarsan, saxlayıram.